Tense formsa aid bir suala baxırıq. Zamanları işləyəndə diqqətli olun ifə, when-ə və zaman zərflərinə. Mən görürəm ki, burada mənə verilib if və bunu bilirəm ki, ifdən sonra gələcək və bitmiş. Bu zamanlar işlənə bilməz. Ona görə A variantını çıxıram. B variantına baxanda görürəm spend indiki sadədir. Amma entered keçmiş zamandır. İndiki sadə və keçmiş zaman bir-biri ilə uzlaşmır. B variantı səhvdir. C variantına baxıram. Spent keçmiş zamandadır. Amma have entered indiki bitmiş zamandadır. Bunun düzgün forması olmalıydı had entered. D variantına baxıram. Görürəm ki, spend indiki sadə zamandadır. Amma will enter ilə veribdir. Düzgündür. D-ni götürə bilərəm. Spend keçmiş zamandadır. Amma will enter gələcək zamandadır. Keçmişlə gələcək isə əsla uzlaşmır bir-birindən. Ona görə də mənim düzgün cavabım olur D variantı.